Bu slaytda biz danışarıq EUI 64. Ondan danışarıq, hansı ki, link lokal adreslərimiz API-yə biz oxşatmışdıq. Avtomatik olaraq MAC adresdən necə olur ki, bir IP56 adreslər hazırlanır. Deməli, bu bizim MAC adreslərimizdir. MAC adresləri biz bilirik ki, MAC adreslərimiz 16-lıq say sistemində yazılır. Orada 0-dan 9-a kimi rəqəmlər olur və sonra hərflər olur. A, B, C, D, Y, F. Axırıncı hərf F hərfidir. Bu formada biz görə bilərdik, ancaq həmin formada görə bilərik 16-lıq say sistemində. Həmçinin də IP version 6-nı da 16-lıq say sistemində görəcəyik. İndicə dediyimiz 0-dan 9-a kimi olan rəqəmlər, bir də ki, A-dan F-ə kimi olan hərflər formasında görəcəyik. Bu bizim MAC adreslərimizdir. MAC adreslər ortada qoşa nöqtələ də yazıla bilər, bu formada da yazıla bilər. Bu uyğun bir variantdır. Burada nöqtə ilə qeyd olunub. Deməli, standart bu formadadır. Ortadan iki hissəyə ayırırıq, hansı ki 12-34 olan iki hissəyə ayırdıq və ortaya FF, FY əlavə elədik. Fikir versək, 12 solda, 34 sağ tərəfdədir. Bu ortaya FF, FY əlavə elədik. Yəni ki, standart budur, qayda budur. Bu formada hazırlanmalıdır. Sonra 7-ci biti biz dəyişirik. 7-ci biti dəyişirik, nəyi nəzərdə tuturam? Biz bu 70 olan hissəni 16-lıq say sisteminə 2-lik say sisteminə çevirdik. 2 say sisteminə belə bir rəqəm oldu. Burada 7-ci bitimiz 0-dır. 0 dəyişildi 1-ə. Əgər 7-ci bitimiz 1 idisə, onu dəyişərdik biz 0-a. Yəni ki, 0-dırsa 1 olacaq, 1-dirsə 0 olacaq. Biz təkrar aldıq, 2-lik say sistemini almışıq bu rəqəmi və onu yenidən 16-lıq say sisteminə çevirməliyik. 16-lıq say sisteminə çevirəndə artıq 72 kimi biz görəcəyik. Hal-hazırda belə bir rəqəmimiz var. Bu artıq 70 olan isə 72 kimi alındı. Geri qalan hissələr eynidir. Ortada FF, FY olmasına da diqqət eləyək. Sonra keçək digər slaydımıza. Bu bayaq aldığımız rəqəm idi. Bu əvvəlinə də FF 80 əlavə olundu. 2 dənə də qoşa nöqtə. Sonra aşağıda yenə bunlar 2 dənə qoşa nöqtə formasında qeyd olunub. Bir sözlə IP version 6 link lokal IP adresi bu formada biz hazırladıq. Sonda da /64-lə. Bu dəfə siz bir dənə MAC adresi deyin. Həmin MAC adresi biz link lokal IP-yə çevirək. Elə slaydımızda gözümüzün qabağında qalsın. İstədiyimiz bir MAC adresi yaza bilərik. OK, 25. OK, 25 belə qoşa nöqtə forması ya da ki belə yazım 25 AB sonra nöqtə CD. Burada H hərfi ola bilərmi MAC adresi içərisində? Bəli, ola bilməz, düz deyirsiniz. F burada 1 əlavə elədim. Ya da ki mən bunları balaca hərflərlə yazacağam. Bəzi şeylər var, onları daha yaxşı başa düşməyimiz üçün. OK, sonra C, D, A, 5, sonra bir dənə də yazaq. Olsun 4, 8, A, D. Belə bir MAC adres yazdım. Biz birinci qaydamız o idi ki, bunu düz ortadan iki hissəyə bölək. Bu qalmaq şərti ilə bunu kopyaladım aşağıda. OK, iki hissəyə biz onu böldük. Bir saniyə böldük. Böləndən sonra nə iş görməliydik? Aha, düzdür. FF, FY. Bunları əlavə eləməliyik. Əlavə elədik. OK. Yox, birazdan səliqəyə salarıq bu hissəni. Sonra nə iş görməliydik? 7-ci biti dəyişməliydik. Gəlin, bu 16-lıq say sistemindədir. 16-lıq say sistemindən biz bunu 2-lik say sisteminə çevirə bilərikmi? Hansı ki, bu 25 olan hissəni. 25-i gəlin. 25 dediyimiz 16-lıq say sistemindədir. Bu 10-luq say sistemi deyil. OK. Birinci bu rəqəmi biz bu 2-ni biz çevirək 16-dan 2-liyə. Deməli, bu formada biz çevirə bilərik. 2 elə 10-luq say sistemində də 2-dir. Necə? Düz deyirsiniz, belə qeyd olunmalıdır. Bəs bu 5 isə necə göstərilirdi 16-lıq say sistemində? Kim deyə bilər? Deməli, bu yer bircə saniyə. Bu yer olacaq artıq 1-cə saniyə hesablayaq. Bu 4-ə uyğun gəldi. OK. Bu formada olmalı. Deməli, bu 1 oldu. 1-in üstə 4 əlavə elədik, 5 aldıq. Elə deyilmi? Bu formada biz rəqəmimizi tapmışıq. OK. Bu rəqəmi gətirdik aşağıya doğru. Biz demişdik 7-ci biti dəyişməliyik. Elə deyilmi? OK. Artıq biz 7-ci biti 0-dan 1-ə dəyişdik. Və indi yenidən biz bunu 16-lıq say sisteminə çevirməliyik. OK.
Bu hissəsi yenə də qalacaq, elə deyilmi? Bu 2 deməkdir. Bu tərəf neçəyə bərabər olacaq? 1, 3, okey, bəli, düzdür, 7. Okey, hesabladıq bunu. Deməli, bunun üzərində biz düzəliş edək. Bu artıq bura gətirəsi olsaq, burada oldu artıq bu hissə 25 deyil, artıq 27 oldu. Sonra keçək növbəti slaydımıza. Burada da artıq biz bilirik ki, onun əvvəlinə FY 80 əlavə olunmalıdır. Okey, bunu tapmışıq. Gəlin bir dənə də kopyalayaq bunu. Bu hissədə biz yazmalıyıq. FY 80, 2 dənə də qoşan nöqtə. Buranı biraz səliqəyə salaq biz. Bu hissədə yenə olmalıdır 2 dənə qoşan nöqtə. Sonra burada 2 dənə qoşan nöqtə, buradakı boşluğu doldurduq. Sonra, okey, buranı da belə. Sonra 2 dənə də qoşan nöqtə. Bir sözlə biz MAC adresi əsasən link lokal IP-ni tapdıq. MAC adresimiz buydu, amma link lokal IP adresi isə buydu. Əslində çətin bir şey deyil. Hesablama qaydası rahat. İlk olaraq, başlanğıc olaraq çətin gəlmiş ola bilər. Amma görürsünüz ki, qaydanı biləndən sonra artıq çətin deyil. Bu dəfə siz bir dənə MAC adres deyin, biz onu dəyişək. Yaxşı, okey, o zaman. Onlayn qoşulanlar siz də deyə bilərsiniz. Kimsə deyirdi elə bil ki. 72, okey, sonra? Haşa olmayacaq. F-ə kimi idi də? Bəli, F-ə kimi idi. Okey. Okey, olsun CD. A5 7F. Sonra? Okey, yaxşı. C3. Sonra F, belə bir şey yazdım. Okey. Gəlin o zaman biz bunu çevirək. Birinci biz nə iş görməliyik? Birinci ortaya FF, FY əlavə eləməliyik, elə deyilmi? Düz bu hissəyə. İki hissəyə ayırdıq. Okey. Burada FF, FY, okey, bunu əlavə elədim. Yox, hələ ki belə səliqəsiz olsa da olar, problem deyil. Onun üzərindən biz gedərik. Artıq rəqəmimizi tapmışıq. Və biz dəyişməliydik. Burada 7-ci biti dəyişməliydik, elə deyilmi? Gəlin bu 72-ni biz 16-lıq say sistemindən çevirək 2-lik say sisteminə. Okey. 7 necə yazılacaq? Elə bayaq tapmışdıq. 0, 1, 1. 2 də elə bayaq yazdığımız rəqəmlərdəndir. 1, 0, okey. Deməli, biz burada 7-ci bitimiz bəli, 0 olacaq. Gəlin onu kopyalayaq, aşağıya gətirdik. Okey. Artıq burada 1 dəyişdik, elədik 0. Biz bunu yenidən çevirək 16-lıq say sisteminə. Okey. Bu hissəsi düzdür, elə 70 kimi yazılacaq. Bu seçilmiş hissə 7, digər hissə isə 0. Okey, buranın 70 olduğunu tapdıq. Okey, bunu yenidən kopyaladım. Gətirək aşağıya doğru. Burada artıq 2 deyil də, bu yerdə artıq 0 olmalıdır. Bir balaca notepad-i biraz böyüdək. Okey. Sonra növbəti etap yadımızdadırmı? Əvvəlinə FY 80 əlavə edirik. FY 80, 2 dənə qoşu nöqtəmiz. Sonra bu yerdə yenə də qoşu nöqtə olmalıdır. Sonra buranı biraz səliqəyə saldıq. FY, FF, FY demişdik. 2 dənə qoşu nöqtə. Buranı da biraz səliqəyə saldıq. Okey. Necə? Hansı tərəfi nəzərdə tutursunuz? Buranı mı deyirsiniz? Bu solunda? Ortadakı arka. Yox, elə hər qrupda 4 dənə rəqəm olmalıdır. 4 dənə 16-lıq say sistemində olan rəqəm olmalıdır. Yox, belə düzdür. Bu yerdən mi nəzərdə tuturdunuz qoşu nöqtə? Yox, burada olmayacaq. Hərəsi 4 qruplardan ibarət olmalıdır. Okey. Biz bu formada artıq yenə də link lokal IP adresi tapdıq. MAC adresi əsasən. Çətinliyimiz yoxdur ki bu hissədə. Əgər çətinlik varsa bir dənə də nümunəyə baxa bilərik. Okey. Növbəti slaydımıza. Bu slayda qeyd olunur ki, IP version IP-ləri hansı formada biz interfeyslərə verə bilərik. Gəlin bir dənə notepad açaq. Notepad yox, daha doğrusu paket tracer açaq demək istəyirdim. Bir dənə router əlavə elədik. Üzərində bir dəfə klik. Router açdıq. CLI. Hal-hazırda burada görünür iOS yüklənir deyə. Yüklənməyində olsun. Elə hər ikisi də gözümüzün qabağında olsun. Gəlin burada biz interfeysə IP version 6 adres verək. Bizdən soruşur setup moda keçsin mi, keçməsin. Ona görə no yazdım. Enable, configuration terminal. Sonra keçək, istədiyimiz bir interfeysi keçək. Interfeys gigabit 00 və yaxud 01 yazdım.
Bu nümunədən biraz fərqli olsun deyə. Enter. Biz IP-ni bu formada veririk orada. IPv6 adresi artıq. Version 4-də IP adres başlayırdıq. Belə bu formada başlayıb yazırdıq komandamızı. Amma burada isə IPv6 adres bu formada yazılır. IPv6 adres olsun, elə buradakini yazacağım. 2001 sonra qoşa nöqtə fikir versəz DB8 D-nin əvvəlində 0-ın olduğunu biz bilirik. Sonra burada 0, bir dənə də 0. Okey, bir dənə də 0, sonra 2 dənə qoşa nöqtə, sonra 1, 64. Enter. Bu formada biz IP adres verdik. Sonra bir başqasını da göstərmək istəyirəm. Sonra baxarıq interfeyslərdə hansı IP-lər var. Bu uzun variantı göstərmək istəyirəm. Biz baxmayaraq ki, uzun variantda yazmışıq. Sonradan biz onu show komandasına baxanda görəcəyik ki, artıq qısa bir formadadır. Okey. Keçdik interfeys gigabit Ethernet. Elə buradakı kimi 02 yazdım. IPv6 adres 2001 elə deyildiyi kimi də yazaq. 0 başdan fikir versəz 0 yazmışam, amma birazdan o ixtisar olunacaq. 0 DB8 sonra 4 dənə 0 olsun burada. Sonra 0002 sonra bizdə yenə də 4 dənə 0 sonra 4 dənə 0 sonra okey, yenə də 4 dənə 0 sonra 001/64. Düz deyirsiz, 0-ın biri çox getdi. Enter. Artıq bu yazıldığını gördük. İndi isə show komandlarına baxaq. Show IP version 6 interface brief. Show IP interface brief komandası bizə tanış edir, değil mi? Amma burada isə IP version 6 olduğu üçün belə yazmalıyıq. Show IP version 6 interface brief. Əlavə olaraq biz burada link lokal adresləri də görəcəyik. Okey, gəlin baxaq. Deməli, gigabit 0.1-ə biz IP vermişdik. Yadınızdaysa, okey. Bunu yazmışdıq. 20.01 dB. Okey, bu elə odur. Bircə saniyə. Qısa bir formada biz bunu görürük. Fikir versə burada çoxlu 0 olsa da 2 dənə qoşa 0-la o ixtisar olundu. Sonra biraz aşağı düşəsi olsaq, gigabit 0.2-yə baxırıq. Deməli, 2001 fikir versəz bu uzun variantdadır, amma qısa formada biz onu bu formada gördük. Sonra həmin interfeyslərin link lokal adresini görürük. Link lokal adreslər APIPA dediyimiz FE80-ə başlayacağını demişdik. İndi gigabit 02 interfeysin MAC adresinə baxacağım. Orada əsasla diqqət edək. Sonunu görsək bizə kifayət eləyər. Axırda 6D03 olacağını gözləyirik. Gigabit 02-də. Show interface gigabit Ethernet 02. Enter. Okey, biraz yuxarı qalxaq. Burada MAC adresi axtarırıq. 6D03 demişdik, elə deyilmi? Gəlin baxaq, elə idimi? 6D03. Elə hər ikisini hal-hazırda görürük. Bu MAC adresi əsasən belə bir link lokal adres yaranıb. Link lokal adreslər bu yerlərdə olur. Okey. Sonra keçək növbəti bir slaydımıza. Burada da göstərilir belə bayaqkına oxşar link lokal adreslər. Burada da qeyd edilən link lokal adres, bir də ki manual olaraq yazılmış adresləri də biz buradan görürük.